evli olub olmadığından asılı olmayaraq sizinlə münasibət yaşaya biləcəyini qeyd olunur. Belə bir biabırçılıq, biədəb tərcüməni necə veriblər? Təəssüf ki, veriblər. Siz namaz qılırsınız. Hicab qadının əxlaqıdır. Başbağlı da eyni insandır, başaçıq da eyni insandır. Quranla bağlı soruşular, Qurandan xəbəri yox. Başörtüsündən istifadə eləməyən, o qədər bizim dürüst, əxlaqlı xanımlarımız da var. Cahil topluma, cəmiyyətə çevrilmə ehtimalı var. Məhəmməd Peyğəmbəri də təhqir eləyənlər, tənqid eləyənlər, onu öldürməyə cəhd eləyənlər, həmin dövrdə həcc ziyarəti özlərinə görə eləyənlər, orucun nə olduğunu bilənlər, özlərinə görə namaz qılan insanlar olur. Mehdi zuhur eləyəcək həqiqətən, gələcək Mehdi yoxsa? Məsələn, bunu deyənlərə həmişə birinci bir şey soruşuram. Gəlib nə edəcək? Mehdilik bizim tənbəlliyimizin adıdır. Gözləyirik ki, kimsə gəlib, əvəzimizə bunları həyata keçirir. İntellektual insanla intellektual olmayan insan burada bilinir və bu da Quranda bir ayədir ki, bilənlə bilməyən eyni ola bilər. O dünyada halaldırsa, qoyun bu dünyada da halal olsun. Bu nə təfəkkürdür, bu nə yanaşmadır? Utanaraq çatdır. Xəcalət çəkirəm bəzi. Bu Allahın dediyi din ola bilməz. Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də hicabla bağlıdır. Daha dəqiq desəm, yenə də ağzımı açmağa peşman olmuşam. Danışdığım qalıb bir qıraqda. Hicablılar az qala üzərimə hücum edir ki, bəs sənin nə işin var bizim bağladığımız hicabla? Düzdür, indi son dövrlər nə qədər bizi çətin anladıqlarını hiss eləyirik bəzi paylaşımlarında və çəkdikləri videolarında izləyicilərin. Mən nəyi səhv demişəm? Bunu bir ilahiyyatçıdan soruşacağım. Hicabla bağlı mövqeyimi, ümumiyyətlə bizim dinə yanaşma tərzimiz. Biz dindarıq deyəndə nəyi nəzərdə tuturuq? Dindarıq yoxsa dinimiz dardır? Ümumiyyətlə harda olduğumuzdan, necə olduğumuzdan xəbərimiz varmı, yoxsa yox? Buna görə də suallarımızı cavablandıracaq tanınmış ilahiyyatçı, dinşünas Elşad Miri. Elşad bəy, xoş gördük sizi. Təşəkkür edirəm, çox sağ olun. Elşad bəy, son günlər belə bir fikir səsləndirmişdi. Məktəbdə hicab və ya niqabla məktəblilərin məktəbə getməsi. Məktəb yaşlı uşaqlarınızı azad buraxın, qoyun böyüyəndə onlar sərbəst həyata qədəm qoyanda özləri qərar versinlər ki, onlar örtünmək istəyirlər, yoxsa yox. Buna görə 60 yaşlı hicablı xala da mənimlə bağlı video çəkdi, iradını bildirdi ki, sənin nə işin var bizim hicabımızdan, hansı ki, mən onların hicabına toxunmamışdım. Söhbət burada məktəb uşaqlarından gedir. Ümumiyyətlə, hicab məsələsində baskı ola bilərmi? Məsələn, bir atanın övladı üzərində baskısı. Yəni, 7 yaşlı uşaq nə anlayır ki, hicabın çəkisi, hicabın ağırlığı o baxımdan? Əslində, uşaqlığını yaşamağı daha doğrudur. Yəni biz onlara hər hansısa bir formada müəyyən bir öz düşüncələrimizi, fikirlərimizi aşılamaqla sanki onları yönləndiririk və bizim nümunəmiz kimi, bizim istədiyimiz bir insan kimi formalaşmağını istəyirik. Amma mən həmişə tərəfdarıyam ki, biz uşaqları sərbəst buraxdığımız zaman daha azad fikirli yetişirlər, daha şəxsiyyətli olurlar, öz düşüncələrini, öz fikirlərini daha rahat şəkildə ifadə edə bilirlər. Məktəblərlə bağlı belə bir qadağan olmasının heç bir zaman tərəfdarı deyiləm. Sadəcə olaraq bu günlərin ibtidai sinifdə gələn uşaqların həqiqətən onlar hicabdır, təsəttürdür və yaxud da müxtəlif adlarla adlandırılan məsələlərin olmağının tərəfdarı deyiləm. Niyə deyiləm, onu da deyim. Çünki o uşaq üçün heç dini yöndən həmin adamların dini düşüncəsinə görə belə o vacib deyil həmin yaşlarda. Sadəcə bu günlərin bəzi valideynlər iki səbəbdən buna yanaşırlar. Birinci səbəb odur ki, həmin o uşaqları dindar yetişdirməyə çalışmaq üçün buna cəhd edirlər, bəziləri səmimi şəkildə. Bəziləri də ətraflarındakı, çevrələrindəki insanlara özlərinin dindarlığını biruzə vermək üçün, göstəriş üçün buna gedirlər. Ona görə də bunların müəyyən çətinliklərin yarandığını görürük. O uşaqlar da bu müəyyən anlamadan bunu etdiklərinə görə müəyyən bir dövrdən sonra hətta sinifdə olsun, başqa bir çevrədə olsun, başqalaşdırıldıqlarını və yaxud da özgələşdirildiklərini, həmin o danışıb, söhbət eləmək istədikləri insanlardan, uşaqlardan uzaqlaşdırıldıqlarını gördükləri zaman içlərində bir travma yaranır, psixoloji bir gərginlik yaranır. Və bəziləri də bunu etiraz eləyə bilər ki, biz onların o zaman qısa yubka və s. giyməyinə, yəni bu günlərim həqiqətən orta məktəbdə, daha doğrusu ibtidai sinifdə biz qız uşaqlarının qısa və yaxud da uzun geyimindən belə söhbət eləyə bilmirik. Həqiqətən uşaq adı üstündə ibtidai sinifdir.
Amma müəyyən bir dövrdə böyük bir insanlar ola bilər ki, məsələn 10-cu 11-ci sinifdə bu adam özü örtübsə, yəni bizim məqsədimiz onun buna sayğı ilə yanaşmağımızdır. Örtənə də hörmətlə yanaşmalıyıq, örtməyənə də. Əsas məktəbdə bu məsələlərin müzakirə edilməsi deyil, elmin, təhsilin, təlimin, tərbiyənin müzakirə edilməsinin tərəfdarıyam. Yəni biz məktəblərimizi bununla önə çıxarmalıyıq. Yoxsa bu günlərin geyim forması olsun, üzərində başörtü forması olsun və yaxud da olmasın. Yəni bu yanaşma doğru deyil. Çünki bu günlərin bəzi məsələlərdə nümunə olaraq bəhbəhlə bəhs elədiyimiz Avropa olsun və yaxud da Yaponiyanın özü olsun və yaxud da Amerikanın özü olsun. Orada bununla bağlı bir qadağalar yoxdur. Əksinə məsələn Belçikanın özündə bilirik ki, İslam rəsmi dövlət dinidir. Rəsmi dövlət dini olaraq eyni zamanda məktəblərdə, tədris ocaqlarında İslam da fakultativ olaraq tədris olunur və onu tədris edən insanlar və yaxud da orada gələn şagirdlərin başörtülü olub-olmaması maraqlı deyil. Amma bundan başqa məsələn Azərbaycanda hər nə qədər xüsusi ixtisaslaşmış bir məktəb olsa, Yahudi məktəbi də var. Orada da məsələn oğlanlar kipa geyinərək məktəbə gələ bilirlər. Buna da heç kim heç bir şəkildə etiraz eləyə bilməz. Sadəcə bilirsiniz necədir? Biz zahiri məsələlərə o qədər çox alışmışıq ki, bundan qopa bilmirik. Siz dediniz Yahudi məktəbi, düzdürmü? Başlarında xüsusi örtü ilə gəlir. Amma bizdə İslam məktəbinə gəlmir axı. Hicablar adi, orta ixtisas məktəblərinə gəlirlər. Ona görə də, yəni belə bir qadağanın olması, baş örtüsü ilə buraxılmaması. Türkiyədə İmam Hatib məktəbləri var. Amma Türkiyədə İmam Hatib məktəblərinin nümunəsi Azərbaycanda yoxdur. Azərbaycanda da belə bir nümunə olduğu təqdirdə bunu demiyorlar. Amma bu günlərim dövlətimizin belə bir qadağası yoxdur. Məsələn, hətta mən bu günlərim onun da tərəfində deyiləm ki, şəxsiyyət vəsiqələri verirlər xanımlarımıza, qızlarımıza. Başörtülü olanları gedirlər asan xidmətdə aldığı zaman başlarını açıb, örtü tutaraq belə şəkil çəkdirirlər. Bu nəyi dəyişir? Yəni bu günlərin texnoloji imkanları olduğu zaman, Face ID-lər olduğu zaman bu tanınmağında heç bir problem yoxdursa, niyə biz bunu insanlara qarşı hörmətsiz davranmalıyıq? Bunu da anlamıram. Yəni ona görə bu məsələlər aradan qalxmalıdır. Biz bu məsələləri müzakirə etməli deyilik. Məsələnin digər tərəfini müzakirə eləyə bilərik ki, başa düşmədən belə deyək də, o baskı tərəfinə əslində mən istəyirəm yanaşaq ki. Yəni bu baskı təbii ki, doğru deyil. Dediyim kimi, bu insanlara özlərini göstərməkdir. Amma biri də var ki, həqiqətən elə insan olub ki, mən bildiyim, hətta ərə getmək üçün belə bu başörtüsünə sayğı ilə yanaşılması şərtini qoyaraq ərə gedən insanlar da olub ki, buna da sayğı ilə yanaşıram. Yaxud da tam əksinə bu günlərim başörtüsündən istifadə eləməyən o qədər bizim dürüst, əxlaqlı xanımlarımız da var ki, yəni bu bir kriteriya deyil. Onu əslində soruşacaqdı. Niqab dediyimiz məsələ isə tamam başqadır ki, o hətta gözün təkcə görünməsidir ki, bu da dində olmayan bir məsələdir. Adət-ənənəni gətirib o cürə təqdim edilməsinin nəticəsi olaraq görə biliriz. Bu adət-ənənəni hardan götürüb? Yəni müxtəlif ölkələrdə var. Məsələn, mən sizə bir şey deyim. Bu günlərim bəlkə də çox adamın bilmədiyi İsrailin özündə ultra-ortodoks yahudilik var. Ora baxdığınız zaman orada da qadınlar hətta daha da niqablı bir şəkildə örtünürlər. Və yaxud da xristianlara baxdığınız zaman, məsələn, Vatikana getsəniz, orada da rahibələrin və yaxud da bəzi ölkələrdən monastırlara getsəniz, orada da rahibələrin bugün müsəlman qadınlardan fərqlənməyən bir şəkildə, yəni müsəlman qadın dediyim örtülü qadınlar, o demək deyil örtüsü də müsəlman deyil. Yəni onların da örtülü olduqlarına şahid ola bilirik. Və yaxud da bizim keçmişimizdə, elə indinin özündə bəzi bölgələrimizdə, kəndlərimizdə, qəsəbələrimizdə kəlağayı örtüldüyünün şahidi oluruq. Yaxud da müəyyən deyək ki, iqlim forması dəyişdiyi zaman orta məktəbə gələn qızlarımızın belə başlarına soyuq olmasın deyə müxtəlif şallardan istifadə elədiklərinin şahidi oluruq. Yəni ona görə deyirəm ki, bu məsələ həqiqətən müzakirə mövzusu olmamalıdır. Bu bizi geri salır. 15 il əvvəl belə bunu müzakirə eləmişik. İndi təkrar üzərindən 15 il keçib, yenə də eyni şey müzakirə etmək məni də sıxır həqiqətən. Sizcə bugün dinlə bağlı biz nəyi müzakirə eləməliyik ki, o məsəl üçün çox önəmlidir? Məsələn, bu günlərin bunu mən Təhsil Nazirliyinin təşkil elədiyi bir tədbirdə də qeyd elədim. Biz bu günlərin məsələn oxu deyə Quranda əmr edilən ayə var və rəvayətlərə görə bu gələn ilk ayədir. Oxu deyəndə nəyi oxu? Əgər Quranın ilk gələn ayəsidirsə,
burada deməli ki, Quran oxumaqdan getmir söhbət. Çünki ilk ayəsidir. Başqa Qurandan heç bir ayə yoxdursa, nəyi oxumalısan? Deməli ki, ətrafda gördüklərimizi oxumalıyıq. Ətrafda gördüklərimiz nədir? Məsələn, Qurana baxdığımız zaman heyvanlarla bağlı məsələni öyrəndiyimiz zaman, oxuduğumuz zaman bu zoologiyadır. Və yaxud da çevrəmizdəki nəbatətlə bağlı olanları oxuduğumuz zaman bu botanikadır. Və yaxud da deyək ki, səmaya baxmırsınızmı necə yaradıldı deyilən ayəyə baxdığımız zaman bu bilirik ki, astronomiya ilə əlaqəlidir. Ondan sonra kimyəvi maddələri, bunlar Allahın yaratdığı maddələri öyrənirik də. Biz bu günlərim özümüzdən bir maddə çıxardıb bunu reaksiyaya salmırıq ki, mövcud olanların üzərində eləyir. Fizika qanunu nədir? Fizika qanunu Allahın yaratdığı qanunların sadəcə öyrənilməsidir. Kəşf eləmək, mövcud olan üstünü açmaq deməkdir. Yəni biz bunu öyrətsək ki, həmin o şagirdlərimiz, gənclərimiz oxuduqları dərslərə görə, fənlərə görə savab qazanırlar və bu ən gözəl olmazmı? Həmin o insanlar buna da istəyərək, arzulayaraq gəlirlər. Bilərlər ki, bu günlərim nə qədər məktəbdə oxuduqları dərslər, fənlər varsa, bu onların ancaq faydasına olan bir məsələdir, nəinki zərərdir. Bəs onda necə olur ki, məsəl üçün Azərbaycan bəzi bölgələri var ki, övladları 3-cü və yaxud da ki 5-ci sinifdə oxuyanda məktəbdən çıxardırlar. Dindar olanlardan danışıram, amma dindar kəsim ki, yox bizim İslamda belə oxumaq filan, hansı ki, bəli, siz də deyirsiniz ki, Quranın ilk buyurduğu oxumaqdır. Bəs niyə oxumur özünü dindar kəsim elan eləyənlərin övladları ki, atalar və ya analar ona icazə vermir oxumağa? Bu onların cəhalətinin nəticəsidir. Bu hansısa bölgədən getmir söhbət. Bu düşüncədə olan insanların cəhalətidir. Çünki İslamda belə bir anlayış yoxdur. Bu adamların müsəlman olmağı İslamın da onu buyurduğu mənasına gəlmir. Məsələn, bu günlərim o demək deyil ki, hər hansısa bir yerdə Azərbaycanlı gedib bir cinayət törətdiyi zaman bütün Azərbaycanlılar bu düşüncəsində olmadığı kimi, bir özünü müsəlman sayan insanın da belə yanlış qərarlar verməsi İslamın belə olduğu mənasına gəlmir ki. Mən də tam əksinə düşünürəm və yaxud da mən tam əksinə öz ailəmdə, övladlarımda və yaxud da yaxın çevrəmdə onu eləyirəm. Birinci qızlarımın oxumağına, təhsilinə önəm vermişəm və verirəm. Eyni zamanda digər övladlarımın da. Yəni bu günlərim biz bilirik ki, insan oxumasa, öyrənməsə, yetişməsə insan beynini kiçilir və sabahlarım həqiqətən də bir cahil topluma, cəmiyyətə çevrilmə ehtimalı var. Yəni oxumaq nədir? Oxumaq hər nə qədər insanın bu günlərin dünyaya baxışını dəyişdirən bir amildir. Yəni bunu eləmədiyimiz zaman siz dediyiniz cahil toplum formalaşır. Başqa bir misal deyim. Təəssüflər olsun ki, acı bir həqiqət var. Birləşmiş Millətlər Təşkilatının apardığı statistikaya görə dünyada oxumağı və yazmağı bacaranların azlığı müsəlman ölkələrin payına düşür. Yəni bu Allahın əmridirmi? Quranda buyurulandırmı? Təbii ki, xeyr. Bu nəyi göstərir? Bu onu göstərir ki, özlərini müsəlman adlandıranlar sadəcə olaraq coğrafi müsəlmandır. Yəni bu günlərin burada doğulduğuna görə özünü müsəlman adlandırır. Amma İslamın tək və yeganə mənbəyi olan Qurandan bixəbərdirlər. Ona uyğun olaraq davranmırlar. Həyatlarında sadəcə qulaqdan dolma, mənasız bəzi bilgilərlə doldurub həyatlarını İslam anlayışını onunla bilirlər. Bu gün nə ilə bilirik Azərbaycanda? Oğlan uşaqlarının sünnət edilməsi ilə həqiqətən müsəlman olduğunu bilirik. Qızları nə ilə bilirik? Yoxdur belə bir anlayış. Məsələn, adam çox rahatlıqla deyir ki, mən dindən çıxdım. Nə vaxt girmişdir? Xəbəri yoxdur. Giribmi? Belə bir şey mi var? Yox, niyə? Sadəcə burada doğulub. Və yaxud da xristian dünyasında doğulduğu zaman xristian olur. Və yaxud da deyək ki, Buddiz Çində doğulduğu zaman özünü Buddist adlandıra bilir. Və yaxud da Yaponiyada doğulduğu zaman özünü çox rahatlıqla Şintoist adlandırır. Niyə? Çünki insanlar araşdıraraq gəlmir bunu. Məsələn, biz bu günlərim adicə bir universitetə qəbul olmaqdan ötəri, bəzən heç oranı bitirənlər də öz ixtisas sahəsində çalışmırlar. Amma görürük ki, 11 il bunun üzərində tər dökürlər. Ondan sonra 9, 10, 11-ci siniflərdə hazırlıqla öz vaxtlarını, zamanlarını alırlar. Nə üçün birdən universitetə girir? Niyə? Məsələn, bu günlərim Türkiyədə universitet oxuyan ölkənin deyək ki, əhalisinin hesabatdan baxdığımız zaman 20-25%-dir. Amma Almaniya Avropanın lokomotividir. Orada universitet oxuyanlar ölkənin 10-11%-dir. Bəs digərləri peşə məktəbləri. Yəni bizim bu algımız dəyişməyənə qədər ciddi şəkildə yanlışlarımız olacaq. Ona görə də biz dindar deyil, dediyimiz kimi dini dar insanların olduğunu görəcəyik. Sizin dediyiniz o bəzi insanların deyirsiniz ki, tənqid edirlər və yaxud da təhqir edirlər. Bunu deyənlərə bir şey deyirəm. Baxın, peyğəmbərlərin hər biri gəldiyi zaman
ateist, dinsiz toplumlara, cəmiyyətlərə gəlməyibdilər. Onlar gəldikləri zaman hamısı dindar toplumlara gəlibdilər. Məsələn, Peyğəmbər sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbər gələndə kimə gəldi? Məhəmməd peyğəmbəri də təhqir eləyənlər, tənqid eləyənlər, onu öldürməyə cəhd eləyənlər, həmin dövrdə həcc ziyarəti özlərinə görə eləyənlər, orucun nə olduğunu bilənlər, özlərinə görə namaz qılan insanlar olub. Yəni bu günlərimdə cəmiyyətimizdə həqiqətləri deyənlər, Allahın kitabından deyənlərə qarşı çıxanlar yenə də həmin özünü dindar sayan, əslində isə dini dar olan insanlardır. Məsələn, İsa peyğəmbərimizə ilk etiraz edənlər kim oldu? Həmin dövrdə mövcud olan fariseylər deyilən məzhəbin nümayəndələri oldu. Onlar qarşı çıxdılar ki, sənin şabatla bağlı düşüncələrin nədir, filan məsələ ilə bağlı fikirlərin nədir? Ona etiraz edirdi. Yəni məsələn, Musa peyğəmbər gəldiyi zaman Misirdə mövcud olan həmin o deyək ki, nə deyirlər, o fironların mumyalanması üçün istifadə onların hamısı kahinlər idi. Etiraz edənlər də onlar idi. Qarşı gələnlər də onlar idi. Digər peyğəmbərlərə baxdığı zaman hamısının misalında bunu görə bilərsiniz. Ona görə bugün cəmiyyətimizdə bəzi insanların etiraz eləməyini anlayıram. Niyə anlayıram? Çünki həmin o hansı düşüncə olduğunu bilirəm ki, bunlar o düşüncəni qəbul edə bilmirlər. Burada bir problem var. Elşad bəy, illərdir yəni Mehdini gözləyənlər var, Mehdi zühur eləyəcək deyənlər var. Mehdi zühur eləyəcək həqiqətən, gələcək Mehdi yoxsa? Məsələn, bunu deyənlərə həmişə birinci bir şey soruşuram, gəlib nə edəcək? Yaxşı deyək ki, mənim zamanımda gəlmədi, məndən sonra gəldisə, mənim o zaman günahım nə idi? Bizim o dövr niyə boşluğa düşdü onda peyğəmbərsiz dövrə? Yəni indi o peyğəmbər deyə qəbul edilmir olsa Mehdi. Orada belə bir şey var. Keçən dəfə birindən soruşuram, bu Mehdiliklə bağlı soruşanda deyirəm ki, bax təsəvvürlə biz buradayıq. Və qapı açıldı, Mehdi gəldi. Necə təsəvvür edəcəksən? Gəlib deyəcək ki, mən Mehdiyəm, sən nə deyəcəksən? Görəcəksən geyimi fərqlidir, deyirəm bəlkə də lağ eləyəcəksən. Əlində qılınc tutub yenə də lağ eləyəcəksən. Və yaxud da adını soruşsan, şiəliyə görə başqadır, sünniliyə görə başqadır, hansını qəbul eləyəcəksən? Və yaxud da gəlib əlində lazerlə mi, yoxsa qılıncla mı və yoxsa bir müasir mövcud olan silahla mı insanlara qarşı gələcək? Keçən dəfə biri mənə yaxınlaşdı. Dedi ki, mən bu sözü sizə deməliyəm, yuxuda İmam Zaman ağanı görmüşəm. Dedim, çox gözəl. Dedi, o dedi gəlib onun dərisini soyacaq. Dedim, görün ki, İmam Mehdi dediyiniz anlayışı nə qədər əzazil, qəddar fikirləşirsiniz ki, yuxunuza da elə gəlib və dəri soymaqla öz fikrini düşünürsünüz. Dedim, başqa cür görsəydiniz, dedim, daha çox sevinərdim ki, gəlib ona həqiqətləri başa salacağım, o doğruya gələcək desəydiniz, deyərdim, bəli, gözəldir. Bosniya-Hersegovina mərhum bir başçısı var idi, Aliya İzzətbəgoviç. Onun dediyi gözəl bir söz var. Deyir, Mehdilik bizim tənbəlliyimizin adıdır. Onda nə ilə əlaqələndirir? Biz özümüz öz üzərimizə düşən öhdəlikləri etmirik, amma gözləyirik ki, kimsə gəlib bizim əvəzimizə bunları həyata keçirəcək. Bunu başqa bir misalla da əlaqələndirirlər. Deyirlər ki, məsələn, uşaq gücü çatmayan birinə qarşı atam gəlsin, gör sənin nə edəcəm misalı kimidir. Yəni ona görə deyirəm ki, Mehdi gəlib nə edəcək? Özündən yeni bir kitab mı gətirəcək? Yeni bir dünya mı yaradacaq? Mövcud olan kitabımız əlimizdə. Buna uyğun olaraq biz həyatımızı yaşasaq, inanın ki, daha gözəl bir dünyamızı cənnətə çevirə bilərik. Amma yox, biz gözləntilərlə sadəcə ümid yeri kimi özümüzü daha da geriyə atırıq. O gözəl bir söz var, hər kəs öz evinin qapısını süpürsə, hər yer gül güzəranlıq olar misalı kimi. Yəni biz də bu günlərim öz üzərimizə düşəni eləsək, kiminsə gəlib bizi nədənsə xilas eləməsinə ehtiyac qalmayacaq. Bizim o qurtuluş anlayışımız bizim Qurana tabi olaraq orada yazılanları həyatımıza keçirməklə əlaqəlidir ki, bu günlərim o kitabda öz aktuallığını qoruyur və insan durduqca da bu bələdçiliyinə davam edəcək. Mehdini bizim beynimizə salanlar mı deyim, soxanlar, yəni o yeridənlər mi deyim? Kimlərdir? Ağadır, yoxsa onların ağalarıdır, yoxsa? Yox, bu sadəcə bir məhzəbə mənsub olan məsələ deyil. Bu müxtəlif dinlərə baxdığınız zaman dinlərin özündə bir qurtuluş anlayışı var. Hər bir zaman bir xilaskar gözləyibdir, bir qurtarıcı gözləyibdirlər. O da nələr olur? Məsələn, baxırsınız ki, həmin o xalqların, tayfaların hər bir zaman sıxıntılı olduğu bir anda bu baş verir. Məsələn, deyək ki, Yahudiliyin özündə məsələn Meşiyah gözləntisi var.
Onlar niyə gözləyirdilər? Çünki Romalıların onlara qarşı basqınları, sürgünləri, ondan başqa deyək ki, mövcud olan həmin bu günlərim ağlama divarı olaraq bildiyimiz Qərb divarının, oradakı məbədin dağıdılması, onların artıq qurban ibadətlərini həyata keçirə bilməməsindən sonra Davud nəslindən, yəni Kral Davud nəslindən bir şəxsin gəlib onları xilas edəcəyi gözləntisi var idi. Və yaxud da xristianlıq, xristianlığın özü, məsələn, imperiya dini olana qədər illərlə, hətta əsrlərlə çox ciddi baskılara, təzyiqlərə məruz qalır. Hətta maraqlıdır ki, onların xristian yazarlardan biri belə bir ifadə işlədir. Deyir ki, xristianlar özləri 3 əsr ərzində nə qədər zülmə məruz qalmışdılarsa, ondan sonra özləri imperiya dini olandan sonra onlar kimi düşünməyənlərə qarşı onlara tətbiq edilənin 2 qatı zülmə məruz qoymuşdular. Yəni onu göstərir ki, məsələn, onlarda da bu Məsih anlayışı var idi. Onlar da gözləyirdilər ki, millenium olacaq, 1000 illik, məsələn, İsa gələcək, ona hər kəsi dirildəcək, təzədən mühakimə eləyəcək. Ondan sonra onlara inanmayanları cəzalandıracaq, inananlarla 1000 il yaşayıb ondan sonra göy üzünə, səmaya qalxacaq deyə bir inanış var. Sonra baxırsınız Hinduizmdə inanış var. Budizmə baxırsınız, Budizmdə də belə bir inanış var. Həmişə bir gözlənti üzərində qururlar. Çünki bu olduğu zaman insanlarda bir ümid yeri kimi elə deməsin, bəlkə də insanlar ümidi elədir ki, amma nə isə uğrunda yaşayırlar. Əlimizdə kitab var. Kitab olmasa, həmin oradakı həqiqətlər qəliz olsaydı, başa düşülməz olsaydı, anlaşılmaz olsaydı, bəli bu deyilənlər həqiqət idi ki, kimsə təzədən kitab gətirəcək. Kitab var. Bu günlər həmin kitabı digital ortamda da, virtual ortamda da rahatlıqla əldə edib oxuya bilirik. Hər hansı bir formada əl çatandır. Əvvəlki dövrlərdə kimi. Yəni biz də bunu oxuyub əməl eləsək, həmin o dürüstlüyü yaşasaq, inanıram ki, heç kim bizim nə əlimizdən və dilimizdən zərər görməyəcək və biz də öz ətrafımızda inanılan yox, güvənilən insanlara çevriləcək. Əsas da bizdən istənilən budur. Məsələn, indi özünü dində adlandıran, çox tez-tez sual verirlər də, bir də görürsünüz ki, siz namaz qılırsınız. Hicab qadının əxlaqıdır. Mən hicabsızam deyə əxlaqsızam. Yox, ona mən söhbətin əvvəlində toxundum, ancaq belə bir şey var. Mən həmişə ətrafımdakı insanlara, dostlarıma da deyirəm ki, Allahın bizdən soruşacağı sualları biz insanlardan soruşmayaq. Çünki namaz qılmaq, oruç tutmaq və digər ibadətləri eləmək Allahla insan arasındadır. Biz ondan soruşmuşuq mu, bir ehtiyacın varmı? Sənin bir çətinliyin varmı? Bunu aradan qaldırmaq üçün nə eləyə bilərik? Əlimdən nə gəlir? Özüm eləyə bilməsəm belə kimlərəsə vasitəçilik eləyə bilərəmmi? Ya bunu soruşmalıyıq biz insanlardan. Məsələn, adam gəlir ki, sən oruç tutursanmı, tutmursanmı? Deyirəm, sənə nə? Yəni bu Allah məndən soruşa bilər, Allaha cavab verəcəm. Allahın buyruğudur Quran-ı Kərimdə. Amma sən məndən heç bir zaman gəlib soruşmursanmı, Elşad, acsanmı, toxsanmı, ailədə necədir vəziyyət? Yox, o zaman niyə soruşursan bunu? Məsələ budur. Bunu düzgün təhlil elədiyimiz zaman görəcəyik ki, bəli, insanların bu suallarına ehtiyacı yox. Məsələn, heç bir zaman mən bir dəfə bir adam haqqında deyiləndə mənə gözəl Hindistanda olmuşdu o hadisə. Mənə ətrafımdakı bir alim gözəl dərs verdi ki, dedi, Elşad, o Allaha cavab verəcək. Sən niyə onunla maraqlanırsan bu məsələsi ilə bağlı? Ondan sonra mən bir daha insanların, görüşdüyüm insanlarda heç bir zaman sorğulamadım ki, namaz qılansanmı, oruç tutansanmı, bu Allaha verəcəyi cavab. Mən onu nə ilə sorğulaya bilərəm? Məsələn, əməlinə görə, işinə görə, elədiyi qanununa uyğun hərəkətə və yaxud da qanunsuz hərəkətinə görə cavab verə bilər. Mənim şirkətimə də işə götürdüyümüz adamları mən heç bir zaman dininə görə sorğulamamışam. Sonradan məlum olurdu ki, söhbət əsnasında biz ya oturanda bir işdən kənar söhbətdə, məsələn, birinin başqa bir məzhəbdən olduğunu bilirdim, birinin mənə qarşı olduğunu bilirdim, birinin ateist olduğunu bilirdim. Amma bu bizim ümumi işimizə heç bir zaman zərər gətirməyib. Biz çünki iş vaxtı bilir ki, işin öz məsuliyyəti var, ona uyğun olaraq işləməlidir. Digər vaxtlarda özləri bilər ki, nəyin işləmiş. Elşad bəy, uzun illərdir də mübarizə aparsınız siz ki, insanlar daha savadlı olsunlar, dünya görüşdə olsunlar. Məsələn, ona görə deyirəm ki, bir kəlmə deyirsən, sən dediyin qalır kənarda və başlayırlar. İndi neçə gündür mənə qarşı indi bu dini dar olanlarda bir kampaniyaya başlayıblar ki, güya mən hicabın əleyhinəyəm. Bayaq ona görə əslində çıxışımda danışdım. Sizcə
insanlar niyə maariflənmək istəmir? Mənə də sosial şəbəkə üzərində yazırlar ki, Elşad Miriyə münasibətini istəyirəm ki, adam alimdir. O qədər incə detalları ilə izah edir ki, yəni onu başa düşməmək üçün bilmirəm, beynin nə qədər yuyulmalıdır ki, deyirlər sən də kafirsən. Dərhal mən də kafir eləyirlər, bəli. Yəni Allahın adından hökmlər verilir. Məsələn, mən heç bir zaman kiməsə kafir, müşrik və s. demirəm. Çünki insan dəyişkəndir. Əgər adam elə deyilsə, o zaman mən də eyni düşüncənin sahibi olmuş olurum. Yəni bu günlərim insanların tənqid eləməsini niyə başa düşürəm? Çünki bir dalğaları tutmur. Məsələn, deyək ki, siz əgər bir radionu məsələn axtarırsınızsa ki, tutmağa, əgər dalğanız orada uyğun deyilsə, həmin o frekans uyğun gəlməyəcək, tuta bilməyəcəksiniz. Yəni biraz burada yanlış anlaşılsa da deyəcəm, səviyyə məsələsi var. Çünki intellektual insanla intellektual olmayan insan burada bilinir və bu da Quranda bir ayədir ki, bilənlə bilməyən eyni ola bilərmi? Yəni həqiqətən insan bilmədiyinin düşməni olur. Məsələn, elə anlar olub ki, insanlar sonrakı dövrdə üzrxahlıq eləyən, halallıq istəyən insanlar olub. Hətta mənimlə bir yerdə oxuyan çox belə savadlı bir sinif yoldaşım var idi. Bu mənə çox təsir elədi, çox duyğulandırdı. Bu adam Türkiyədə bilirsiniz ki, uzmanlıq imtahanı olur. Uzmanlıq imtahanında ən yüksək balı toplamış bir Azərbaycanlı idi. İndinin özündə də Almaniyada yoldaşı ilə bir yerdə cərrah işləyir. Çoxdan da orada yaşayırlar. Və bir dəfə üzərindən illər sonra, baxın bizim universiteti bitirməyimiz, orta məktəbi bitirməyimizin üstündən bəlkə də 30 il keçir, bilmirəm, xatırlamıram. Bir mesaj yazmışdı ki, Elşad, mən həmişə fikirləşirdim ki, bizim qrupumuz vardı, oraya yazdı. Dedi, fikirləşirdim ki, bizim Elşadla da danışır deyə. Deyir, mən araşdırmağa başladım artıq bəzi məsələləri. Sonra gəldiyim bir şey gördüm ki, sənin danışdıqların high level deyə, daha yüksək bir səviyyə idi və biz başa düşməmişik, araşdırmamışıq. Səndən üzrxahlıq istəyirəm, səndən halallıq istəyirəm deyə. Mən də təbii ki, duyğulu şəkildə öz cavabımı vermişdim ki, Rəbbimə şükürlər olsun ki, həqiqətən belə bir insanlar bunu anlayırsa, mənim üçün çox böyük bir uğurdur və nailiyyətdir. Mən bunu eləyərkən insanlara ətrafıma bir çevrə yığmağa çalışmamışam. Yəni özümə dəvət eləməmişəm. Mənim dəvət elədiyim odur ki, ancaq Qurana gəlin, Qurana baxın, özünüz açın oxuyun. Yəni bunun üçün hər hansısa bir qruplaşma yaratmamışam, hər hansısa bir nə bilim bəzilərin dediyi kimi təriqət deyə məzhəbdə formalaşdırmıram. Sadəcə insanlarda sual yaratmağa çalışıram ki, siz özünüz sorğulayın, siz özünüz mühakimə edin, siz özünüz baxın, siz özünüz oxuyun və fərqi də özünüz tapacaqsınız. Çünki oxuyan insan, onu sorğulayan insan tapır bunları. Ağıllı insan bunları tapır. Bilməyən insanlara, qarşı gələn insanları da başa düşürəm. Niyə? Çünki mən də onların səviyyəsində, düşüncəsində olmuş olsaydım, mənə də bu cürə ifadələr işlədilsəydi və mən də özümü inkişaf elətdirməmiş olsaydım, onların dediyi kimi düşünərdim. Ona görə məsələn, mənim bu dünyanı gəzməyimdir, sonra bəzi, məsələn, biri var nəzəri olaraq oxuduğum kitablar, bir də var həmin o oxuduqlarımın gözümlə görməyim. Dünyanın məsələn 79 ölkəsində olmuşam, təzəlikcə məsələn bizim bir beynəlxalq simpoziumda çıxışım var idi. O ərəfədə fürsət düşdü. Məsələn, Mərakeşə gedib orada Mərakeşin özündə onların başqa bir məzhəbdə olmaları, həmin oradakı ən böyük məscidlər idi. Casablanca'dakı olan dünyanın o Atlantik okeanın üzərindəki məsciddə onların oxuduqları Quranın, sonra qiraətlərin fərqli olması və s. Orada tanışdığımız insanlarla görüşməyimiz, sonra dünyanın bu günlərində UNESCO tərəfindən qəbul edilən ilk qədim universitetinin orada olması və bunun da bir qadın tərəfindən təsis edilməsi. Yəni bunlara hamısını gördükcə insanın həqiqətən dünyaya baxışı dəyişir. O Amerikanların istifadə elədikləri bir termindir, amma mən buna həmişə istifadə edirəm ki, müxtəliflik bizim zənginliyimizdir. Biz fərqli düşüncələrə qarşı daha açıq olduğumuz zaman daha çox şeyləri öyrənəcəyik, daha çox şeylər götürəcəyik. Amma yox, biz özümüzü qapadığımız zaman o psixologiyada da bir anlayış var. Siz həqiqətləri danışsanız belə, mən şuur altında, bilinç altında, təhtil şuurda, əgər özümün öz mahnımı oxumağa davam edirəmsə ki, sizi dinləməyim, eşitməyim, o zaman mən sizin dediklərinizin qızıldan da olsa, söz sərrafı belə olsanız, onları qəbul eləyə bilməyəcəm. Çünki ona qarşı qapıları bağlamışam. Problem buradan yaranır. Amma normal insanlar var ki, bir də görürsünüz ki, söhbət əsnasında və yaxud da hər hansısa bir videodan sonra çox rahatlıqla müzakirələr eləyəndə həqiqətləri görə bilirlər. Yəni mən ona görə bunları mübarizə olaraq deyil, mən maarifləndirmə olaraq görürəm.
apardığım işi və maarifləndirmənin də bəli bilirəm ki, acı nəticələri də olur, amma gözəl nəticələri də olur. Əsas odur ki, bu günlərim ölkə əhalisinin belə 1% bunları qəbul eləyə bilərsə, başım gözüm üstə, o insanlara qarşı sayğım, hörmətim hər zaman var. Olmayanlar haqqında da, qarşı gələnlər haqqında da həmişə Rəbbimə elədiyim duadır ki, ey Rəbbim, onlar bilmirlər. Bilmədiyinə görə bunu eləyirlər. Və mən də çalışıram ki, o gözəl insanların mənim haqqımda olan düşüncələrinə həmişə amin deyirəm ki, Rəbbim onların düşündüklərindən məni layiq olan bəndələrindən eləsin. Eşrəf bəy, bu yaxınlarda bir video çıxdı qarşıma sosial şəbəkə üzərində. Bir içki düşkünü danışırdı. Deyirdi ki, biz bu dünyada içirik. Deyirlər ki, haramdır. Zənən xeynaqları ilə bir yerdə olmaq istəyirik. Deyirlər ki, zina eləyirsiniz. Amma deyirlər ki, o bir dünyada hurilər, mələklər sizi gözləyir və şərab sizə badələrdə gətirəcəklər. Deyir elə o dünyada halaldırsa, qoyun bu dünyada da halal olsun. Gerçəkdən bu necə bir məntiqdir ki, bu dünyada haram olanlar o dünyada bizə Allah mı halal eləyir, yoxsa burada da yenə də hansısa hədislərdə filanlarda və yaxud da ki, insan beyninin məhsulu var burada? Təbii ki, burada da insan fantaziyalarının məhsulu var ki, hətta bugün təəssüflər olsun ki, bəzən mən keçən dəfə bir yerdə belə bir ifadə işlətdilər ki, sən Quran tərcümələrindəki yanlışların olduğunu bildirirsən. Halbuki bunu tərcümə edənlər akademikdir, nə bilim filan kəsdir. Və mən onlara dedim ki, baxın, qıraqdan siz o insanlar sizin üçün əlçatmaz olub. Amma mənim müəllimim olub və yaxud da magistrda elmi rəhbərim olub. Mən bu insanları yaxından tanımışam və sizin üçün bu günlərim Elşad və yaxud da hər hansısa bir kənardakı bir insan əlçatandırsa, sosial şəbəkələrdən yaza bilirsinizsə, canlı aça biliriksə, danışa biliriksə, görüntü görə bilirsinizsə, həmin insanları sadəcə həftədə bir dəfə 15 dəqiqəlik video materialına AzTV-dən görmüsünüz. Çünki onlar əlçatan olmayıb. Sizin üçün ona görə də kütlə tərəfindən bir mif yaradı. Bugün bunlardan istifadə eləmiş olsaydı, bunların da əksini görə bilərdiniz, şahid ola bilərdiniz. Amma bu insanlarla bağlı qeyd edirəm ki, həmişə baxın, özünüz həmin o tərcümələrə baxdığınız zaman bu cürə tərcümə verilə bilərmi? Çox biabırçılıq deyilmi? Hətta bəzi ayələrin, onların verdikləri tərcümələrə görə bəzi filmlərdə və yaxud da sənətli filmlərdə qeyd edildiyi kimi üstəgəl 18 min yazaq, neyniyək? Yəni bu mu olmalıdır? Ona görə də bu günlərin bəzi məsələlər, burada məsələn içki haramdırsa, mən orada niyə içmək istəyim? Əgər içib özümü apara bilməyəcəmsə, orada yenə də belə necə deyim, ağır deyil, daha yüngül bir formada insanların qarşısına çıxacamsa, nə dediyimi bilməyəcəmsə, bu niyə orada halal olmalıdır? Yaxud da burada haram olan, orada huri, burada heç nə olmaz, amma orada veriləcək mənasında. Bu nə təfəkkürdür, bu nə yanaşmadır? Eyni təfəkkürü düşüncədə olan insanlara başqa bir şey də deyirəm. Deyirəm, qardaş, cənnət təkcə kişilər üçün deyil, həm də qadınlar üçündür. O zaman ora gedən qadınlara kişilər mi veriləcək? Və yaxud da onların gözündə belə qəşəng fantaziya qurduqları insanlar mı veriləcək? Buna nə ad verəcəksiniz? Sizin düşüncəniz budurmu? Yəni insanların təəssüflər olsun ki, təsəvvürləri, cənnət təsəvvürləri, cəhənnəm təsəvvürləri çox bəsit qalır. Orada şərab deyil, şərab dediyimiz maye deyə bildiyimiz məsələdir ki, bu günlərim ərəb dilində işlənən şərab o mayedir ki, yəni mayenin təqdim edilməsidir. Müxtəlif bu günlərim cürbəcür mayələr var ki, içdiyimiz zaman bəli hər bir meyvədən və s. biz bundan ləzzət ala bilirik, misal üçün. Yəni bizə anlaya biləcəyimiz şəkildə bildirilir. Məsələn, bu günlərim siz gözünüzü yumsanız, özünüzdən yeni bir rəng ortaya çıxara bilmərsiniz. Mövcud olanların üzərindən ancaq biz danışa bilirik. Və yaxud da biz yeni bir, hər nə qədər fantaziyamız güclü olsa da, özümüzdən yad planetli formasını necə görəcəyik? Gözünü burada mı görəcəyik, burnunu burada mı görəcəyik bilmirik. Yəni, mövcud olanlar üzərindən eləyirik və yenə də görürsünüz, göz və burundan istifadə elədim. Yəni, mövcud olanlar üzərindən. Allah bizə bizim anlaya biləcəyimiz şəkildə izah edir. Və deyir ki, ona görə də bizim xəyalımıza belə gətirə bilməyəcəyimiz məsələlər olacaq. Xəyala gətirə bilməyəcəyimiz məsələlər nədir? Bu günlər həqiqətən, yəni dünyanın ən bu günlərim ləzzət dediyimiz məsələsini bir neçə dəqiqə ərzində əgər yaşayırsansa, ondan sonraki o ləzzəti yaşaya bilmirsənsə, deməli ki, bu belə davamlı olduğu zaman o ləzzət olmur. Yəni insanın bu günlərin bizim dostlarımız var. Elədiyimiz 3 saat, 4 saat, bəzən başqa yerdə qəribə gəlir evdə, ailələrdə. Deyir ki, bizim orada həmin həftə yığışdığımız o ləzzəti biz başqa heç bir şeydən ala bilmirik. Çünki niyə?
dərin məsələləri müzakirə edirik, yeni fikirlər ortaya çıxır, bunların müzakirəsindən əldə etdiyimiz yeni bilgilər olur. Bunun üzərindən öz həyatımıza müsbət mənada yön veririk və yaxud da başqa bir insanın dəstək olmaq üçün orada əlimizdən gələni eləyirik. Bunlar hamısı dəyişkəndir. Sadəcə ona görə deyirəm ki, bəzən elə məsələlərdə baxıram ki, din məsələsində elə tərcümələr, elə rəvayətlər, elə xətalar ortaya çıxarıbdılar. Bunu danışarkən, insanlara çatdırarkən belə həqiqətən utanaraq çatdırıram. Xəcalət çəkirəm bəzən. Ki, yəni bu Allahın dediyi din ola bilməz. Bəli. Məsələn, misallar verirəm ki, açın özünüz baxın. Filan ayəyə baxın, bu cürə tərcümə verilə bilərmi? Bir misal verim sadəcə bundan bu sualınızı yekunlaşdıracağım. Bilirsiniz ki, Azərbaycanın o ilk Azərbaycan dilində mövcud olan əlimizdəki tərcümə Mir Məhəmməd Kərim Bakuviyə aiddir. Həmin o tərcümənin də sponsorluğunu Hacı Zeynalabdin Tağıyev eləyir. Hətta həmin o kitabın ağırlığı qədərmi, yoxsa adamın özü ağırlığın qədər bilmirəm, qızıl verdiyi bildirilir. Bu adamın tərcüməsinə baxsanız, bu günlərim Azərbaycan dilində var. Satışda olmasa da əldə eləmişdim bunu sağ olsun dostlarımızdan. Baxıram məsələn, başqa təfsirlər də eynisini verib. Həmin adam da sadəcə onu Azərbaycan dilində veribdi. Götürür, əgər bir yerdə siz deyək ki, adını qoyurlar fəth eləmək, bir yeri işğal elədiyiniz zaman, müharibə olduğu zaman, orada ələ keçirilən bir qadın olursa, evli olub olmadığından asılı olmayaraq sizinlə münasibət yaşaya biləcəyini qeyd olunur. Mən də deyirəm ki, gəlin buna başqa cür yanaşaq. Təsəvvür edin ki, biz Bakıda oturduğumuz yerdə Şuşada yaşayırıq. Bakıda oturduğumuz yerdə və yaxud da deyək ki, Təbrizdəyik, yaxud da başqa bir yerdəyik. Hər hansısa bir, elə bilin ki, başqa dinlənik. Müsəlmanlar gəlib oranı götürdülər. Götürəndə biz rahat oturarıq ki, müsəlmanlar da mən onlara güvənirəm. Onlar mənim qızıma, yoldaşıma güldən ağır söz deməz, ona bir xələl gətirməz və onların dinində də bu var deyə düşünərəm. Amma sənin dinində əgər belə bir tərcümə verirsən ki, evli belə olsa özü xanımın kimi istifadə edə bilərsən, üzr istəyirəm bu ifadəyə görə də, bu o zaman sənin dininə də, sənin güvənliyinə də, sənin təhlükəsizlik anlayışına da, sənin əmin-əmanlıq anlayışına da zidd olan bir şeydir ki, bunu normal, ağlı başında olan insan heç bir zaman qəbul edir. Araşdırırsınız tərcüməsində ki, belə bir biabırçılıq, biədəb tərcüməni necə veriblər? Təəssüf ki, veriblər. Bunu indi nə deyək? Deyək ki, həmin adam haqlı mı eləyib? Keçmişdə yaşadığına görə, bu qədər də ona dəstək olunduğuna görə düz mü eləyib? Yaxud da başqa, məsələn, təfsirlər var. Təfsirlərə baxırsınız ki, eynisini onlar da davam elətdirir. Yəni, niyə biz bunu? Həqiqətən Allahın belə bir Allah olduğu təsəvvürünü mü yaradaq? Mümkün deyil. Doğru deyil. Siz sosial şəbəkələrdə yəqin ki, olursunuz. Bəli. Bu yaxınlarda Velizar deyə birisi çox populyardır. Bu yaxınlarda 2-3 gün bundan öncə 85.000 adam var idi onun canlısında və neçə gündür də bir neçə xəstə uşağı müalicəsi üçün pul yığır. Hətta bir belə deyək də məlumat da verdilər ki, 15 dəqiqə 10.000 manat pul yığdı bir xəstə uşağın müalicəsi üçün. Və ona müraciət edənlər arasında hicablı xanımlar da var. Mən əslində ona görə verirəm bu sualı sizə. Biz dindəyik. Mesela Allah deyir ki, mənim yaratdığımsan, özünə müdaxilə eləmə, mən səni necə yaratmışamsa. Varmı belə bir hədismi, nəmi, yoxsa mən səhv bilirəm? Xeyr, elə bir şey yoxdur. Yəni tutaq ki, qadın kimi doğulanlar sonra özünü kişi eləyə bilərsə, bu günah deyil və ya da kişi kimi doğulanlar sonra özünü qadına çevirərlərsə günah varmı? Əlbəttə, Allah səni necə yaradıbsa, o cürə də qalmalısan. Məsəl üçün, indi bunların özlərinin həyat tərzi var. Amma onun özü də bir problemdir. Çünki mən o sahə mütəxəssisi ilə bir müsahibə almışdım. Profesör Zeki Bayraqdar deyə, o adamların çox ciddi psixoloji travmalar yaşadıqlarını və nə qadın kimi sonradan qadın ola bildiklərini, nə də kişi kimi ola bildiklərini, o müxtəlif əlavə olunan orqanlarında heç bir özəlliyi və xüsusiyyəti olmadığını, bunu da istifadə edə bilmədiklərini qeyd eləmişlər. Sonra digərlər xanımların da bəzən o xanım kimi özlərini elətdirənlərin də bədənin onu yara olaraq qəbul elədiyini və hər bir zaman irin ifraz elədiyini və ona görə də ciddi problemlər yaşadıqlarını qeyd eləmişdi. O insanların çox ona görə də aqressiv olduqlarını bildirmişdi. Yəni bu sualı nəyə görə verirəm? Baxdım ki, videoların birində bir hicablı xanım ondan kömək istəyir və deyir ki, bilmirəm qardaşı üçünmü o yardım kampaniyası istəyirdi. Hicablı xanım deyəndə nə təsəvvür edirsiniz ki, yəni
o insandır da. Yəni hər cürə insan yox, var. mən anlayıram. Hicablısı da var, hicabsız da var. Sadəcə bir məsələ var ki, tutaq ki, məni hicab taxmadığıma görə və yaxud da ki, dinlə bağlı sizin dediyiniz kimi və mənim bildiyim doğruları sərgilədiyimə görə mənə deyirlər ki, onsuz da, yəni hicabsızsansa sən şarlatansan, şeytansan, nəsə. Baxın, bu aşağı səviyyəli insan. Sizə və bizə qarşı olan bir kampaniya var. Hələ mən özümü çəkim də qırağa ki, indi mən bu sahənin mütəxəssisi deyirəm. Sizə qarşı kampaniya aparan o dindarlar necə olur ki, bəs razılıq verirlər ki, hicablı, mömin bir xanım Velizardan kömək istəsin? Valla dediyiniz şəxsi tanımıram, heç tanımaq da istəmirəm açığı. Yəni kimsə kömək eləmək üçün bəzən o belə bir ifadə işlədirlər. Boğulan insan saman çöpündən də yapışar söhbəti. Bəzən bəlkə nə həqiqəti var, görür ki, o məşhurdur və yaxud da nə isə eləyə bilər, o ola bilər. Bilmirəm indi buradakı məsələ nədir. Amma biz bir şey unutmayaq ki, məsələn, mən kənarda bir başörtülü gördüyüm zaman biz təzə vaxtlar insanlarda belə bir fikir formalaşmışdı ki, başı bağlı olan insanlar nə bilim nə abidəsidir, amma başı bağlı olmayanlar belədir. Bu doğru yanaşma deyil. Sonrakı dövrdə bu mövcud olan formalaşdırmağa çalışan yanaşma dağıldı. Çünki başı bağlı da eyni insandır, başı açıq da eyni insandır. Onların da eyni duyğuları var, digərlərinin də eyni hissləri var. Yəni bunların bir-birindən fərqli yoxdur. Sadəcə biri başını örtür. Məsələn, Türkiyənin özündə bu günlərim sorğular keçirirlər, başı bağlı insanlar. İslamın heç məsələn Quranla bağlı soruşurlar, Qurandan xəbəri yoxdur. Rəvayətlərlə bağlı soruşurlar, ondan xəbəri yoxdur. Dinin dığısından xəbəri olmayan insanlar da sadəcə müəyyən deyir ki, ya hər hansısa bir səbəblərdən başörtülü olub və yaxud da bir mədəniyyət olaraq, kültür olaraq örtübdülər. Bu günlərimdə elə davam elətdirirlər. Bunun bir adət-ənənə olaraq davam elətdirirlər. O demək deyil ki, məsələn, hər biri çox rahatlıqla dinin nümayəndəsi və yaxud da təmsilçisidirlər. Bu fikirdən yayınmaq lazımdır. Məsələn, mən başörtülü xanım gördüyü zaman başörtülüyə, baş açığa nə qədər önəm, əhəmiyyət verirəmsə, dəyər verirəmsə, eyni şəkildə o insana da əməllərinə görə dəyər verirəm. Yoxsa başörtülü olduğu üçün deyil məsələsi. Yəni bu artıq biz bu necə deyim, qoyulan məsələdən ayılmalıyıq biraz. Çünki o anlayış o qədər etiraz edən, müxtəlif formada danışan, yazanlar var ki, yəni bu birmənalı şəkildə qəbul etməyimiz doğru deyil. Bir də bir sual vereyim, son sual. Bu Məkkədə oğurluq olunması məsələsi ilə bağlı. Məsəl üçün bizdə dini elə aşılamağa çalışır ki, bəziləri Məkkədə oğurluq eləmək istəyirsənsə əlin qurumalıdır havada. Məsələn, mənə görə elə də o qədər müqəddəs görürəm, bilirəm ki, mən Məkkəni. Amma Məkkədə bugün oğurluq olunursa, sizcə biz onda yenə də deyirəm o dini anlayışımız düz deyil, yoxsa Məkkə deyil, adi bir məkandır da orada da oğurluq eləmək mümkündür? Din anlayışımız düzgündür. Biz niyə oran bilməliyik ki, orada olanda insanlar müqəddəsdir, orada olanda hər bir şey güya havadadır, başqa atmosferdə, eyni yerdir. Sadəcə insanlar, bəli, bizdə belə bir fikir formalaşdırıb, həmin yerə getməyə can atır insanlar, getdiyiniz zaman da sanki başqa bir atmosferdə olur. Eyni yerlə bağlı başqa bir yerləri də deyə bilərsiniz. Adam məsələn, kilsəyə də gedəndə eyni ab-havanı yaradılar. Məsələn, mən təzəlikcə Portuqaliyada Fatima deyilən bir bölgədə olmuşdum. Orada da güya bunlar 3 uşaq, bir əsr əvvəl Məryəm ananı görübdülər. Ona görə orada böyük bir kilsə tikilibdi. Biri qədimi kilsə, biri müasir kilsə. Gedirlər, şam götürürlər, yandırırlar. Hətta kilsələrdə balaca 1 evro, 2 evroya, 5 evroya olan şamlar olurdusa, orada böyük şamlar var 20 evroya. Daha çox günahını. Məsələn, güya yuyurlar, misal üçün. Gətirib onda qoyanda şamı biri var üstdən yandırarlar. Videosunu çəkdim mən onu, kanalımda da paylaşdım. Bir var üstdən yandırarlar. Bunlar qoyurlar, altdan yandırılır. Həmin o şam əriyir, bir yerə yığılır, sonradan istehsal olunub təzədən gətirib verirlər. Təzədən satırlar. Yəni bu dini biznes halına çevirməkdir. Yəni bu günlərin Məkkəyə gedən insan da, bəli, bizə də ilk gedəndə orada deyilirdi ki, bəli, insanlar var ki, insanların geyindikləri o paltarlarını kəsib, oradan onların o basa-basdan, izdihamdan istifadə edib oğruyurlar. Bu hər bir yerdə ola bilər də. Yəni bu günlərim orada olur deyə kimsə əli havada qalacaq, quruyacaq. Belə bir anlayış yoxdur. Mənim ondan bağlı, Kəbənlə bağlı, müqəddəs olub olmaması və digər məsələlərlə bağlı bir çox videolarım var. Ora baxa bilərsiniz, daha genişdir. Çünki elə məsələlər var ki, təkrar onları eləmək istəmirəm. Yəni bunları yaşamışam və mən də hətta çox qəribə gəlibdi. Bu məsələlərdən biraz kənar olmuşam. Orada biz yaşayanları onda ən müqəddəs insanlar hesab eləməliyik, amma reallığa baxdığımız zaman elə deyil. Bugün insanlar da
yığırlar pullarını, hətta ömür boyu ki, məsələn getsinlər orada xərcləsinlər, oranı görsünlər. Eyni şeyi məsələn Hindistanda baxırsınız ki, Qanq çayı ətrafında insanlar çalışırlar ki, gedib ömrünün sonlarını orada yaşasınlar, orada yandırılsınlar, külü də Qanq suyuna tökülsün ki, bunlar reinkarnasiya, tənasübə daha rahat şəkildə o ruh bədəndən ayrılsın, keçsinlər və s. kimi. Yəni o qədər elə şeylər var ki, digərlərində də var. Onda deməli həccilərin və həcci xanımların neçə qat İslamda nə həccilik məsələsi var, nə həcci xanım söhbəti var. Lüksları yoxdur, yəni orada cənnət lüksları yoxdur. Yox, heç kimin yoxdur. Mən o tək onlarda deyil. Məsələn, bu günlərin Qüdsdə bir qəbirstanlıq var. Orada məsələn qəbir yer almaq $500.000 gərək rəsmi şəkildə ödəyəsiniz. Ora sanki cənnətə birbaşa yer kimi qəbul edilir. Məsələn, xristianlığın özündə həcc yerləri var ki, məsələn, biri Vatikandır, hətta Məryəm ana kilsəsidir, sonra Qüdsdəki yaradılış kilsəsidir, sonra Portuqaliyadakı o Fatima. Yəni bunlar da həmin o yerləri özləri üçün daha rahat bir şey eləyirlər. Məsələn, biz onu görməmişdik bəlkə də, mən orada onun da videosunu çəkdim. İnsanlar sürünərək həmin yerdə xristianlar, Portuqaliyada, müasiri və s. bildiyimiz yerdə belə insanlar sürünərək, iməkləyərək həmin o yerləri keçirlər ki, sanki onu eləməklə bir növ o mənəvi atmosferə girib ondan cənnətlik ola biləcək ehtimallarını yüksək görürlər. Yəni bunlar din ola bilməz heç bir zaman. Allah bizdən nə sürünməyimizi, nə iməkləməyimizi deyil. Əksinə biz əməllərimizlə, hərəkətlərimizlə, davranışlarımızla insanlara, insanlığa faydalı bir vətəndaş olmağımızı istəyir. Əsas məsələ budur. Təşəkkür edirəm mən sizə. Çox sağ olun suallarımızı cavablandırdığınız üçün. Bəli, dəyərli izləyicilərimiz, Allahın da istədiyi və buyurduğu da bundan ibarətdir ki, oxuyaq. Dinimiz dar olmasın, dünya görüşümüz dar olmasın. Ona görə də əbəsirət demirlər ki, çox gəzən çox bilər. Biz gəzməsək də, amma əlimizdə bəzi kitablar var ki, onu oxumaqla da çox bilə bilərik. Amma biz öyrənməyi bir kənara qoyub nəyi görmək istəyirik? Necə yanaşmaq istəyiriksə, onu əslində sərg eləyirik. Bu isə heç vaxt heç kimə baş ucalığı gətirməyib. Əksinə, başqa dövlətlər inkişaf etdikcə bizim bəzi cəmiyyət nümayəndələrinin daha da geriyə qalmasına gətirib çıxarır. Baxın bizə baxın ki, çox mətləblərdən xəbərdar ola biləsiniz. Yayımımızı bəyənməyə, kanalımıza abunə olmağı unutmayın. Görüşərik.